Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Azərbaycan Hava Yolları ilə birgə Laçın rayonunda əmək yarmarkası təşkil edib. Tədbirdə bu il Laçında istifadəyə veriləcək beynəlxalq hava limanında uçuşların elektrik işıq texniki təminatı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, texnoloji avadanlıqların istismarı, təmiri sahəsi və sair işlər üzrə 110-dan çox vakansiya təqdim olunub. Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin tədbirə qatılan şəxslərə işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramı barədə də məlumat verilib. Böyük qayıdışa dair birinci dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə Dövlət Məşğulluq Agentliyi daimi aktiv məşğulluq tədbirləri həyata keçirilir. O cümlədən bugün də Laçın şəhərində yaxın gələcəkdə açılması nəzərdə tutulan Laçın hava limanı ilə bağlı Azalla birgə mini əmək yarmarkası formatında vətəndaşların müraciətləri dinlənilmişdi və qeydiyyatları aparılmışdı. Bu əmək yarmarkasına Azal 100-dən çox vakansiya təqdim etmişdi. Sizin də müşahidənizlə gördünüz ki, vətəndaşlarımız çox aktiv iştirak edirdi. Artıq 120-dən çox vətəndaşımızın qeydiyyatı aparılmışdır. Azal öz vakansiyaları ilə iştirak elədi, məşğulluq xidməti ilə birlikdə. Burada biz də Laçın şəhər sakinləri ilə bir yerdə bu tədbirdə iştirak elədik. Müxtəlif vakansiyalarla iştirak elədilər. Mühafizəçi, mühasib, təsərrüfat müdürü, ambardar, fəhlə və digər vakansiyalar təklif olundu. Şəhər sakinləri də fəal şəkildə iştirak elədilər. Qeyd edək ki, Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.